Salam, xəbərin brendi günün trendi efirdədir. İran-İsrail müharibəsi bu gün də davam etdi. İsrailin zərbəsi nəticəsində ötən gün dağılan İranın dövlət televiziyası İribin binasının son görüntüləri yayıldı. تا آخرین لحظه تلاش کردن اما از چیزایی که باقی مونده یک صندلی سوخته که همچنان حرارت داره کیس‌های کامپیوتر و İranın Hersilya'da İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin Mossadın binasına raket hücum etdiyi bildirilir. Bu barədə Mehr Agentliyi məlumat yayıb. Agentlik binanın yanması ilə bağlı görüntüləri paylaşıb. İsrail-İran müharibəsinə göylərin davası da demək olar. Savaş torpaqda yox, səmalarda gedir və bu iki dövlətlə həmsərhəd olan bir çox qonşu ölkələr raket zərbələrini öz səmalarında canlı izləyə bilirlər. Bağdad sakinləri İranın İsrailə zərbələrini küçələrdə canlı izləyir. Ukrayna-Rusiya müharibəsi də davam edir. Dünən gecə Rus ordusu Ukraynanın paytaxtı Kiyevi həm kamikadze dron, həm təyyarələrdən Kalibr, Kincal, həm də İskəndər ballistik raketi ilə atışa tutub. Şəhərin müxtəlif rayonlarında partlayış və yanğın baş verib, bir binanın 7 mərtəbəsi dağılıb, hazırda xilas etmə işləri aparılır. Ən azı 14 nəfərin həlak olduğu, 55 yaralının olduğu bildirilir. İrandan Azərbaycan vasitəsilə təxliyə edilən Rusiyanın Çaykovski Simfonik Orkestrinin üzvləri Azərbaycana təşəkkür məqsədi ilə Bakıda konsert proqramı ilə çıxış ediblər. Moskva, İran-Azərbaycan sərhəddindəki keçid məntəqələri vasitəsilə Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. Peskovun sözlərinə görə Rusiyalılar əsasən Azərbaycanla sərhəddə yerləşən keçid məntəqələri vasitəsilə İrandan təxliyə olunur. Azərbaycanlı dostlarımız bu proses üçün münbit şərait yaradıblar. Bu əməkdaşlığa görə təşəkkür edirik deyə Kremlin sözçüsü vurğulayıb. O bildirib ki, Rusiya vətəndaşlarının təhlükəsiz təxliyəsi üzrə işlər gecə-gündüz rejimində davam etdirilir. Aralıq dənizində 10 gündür az susuz qalan miqrantları xilas edən Azərbaycanlı kapitanı sizlərə təqdim edirik. Okay, my dear, don't worry. We will help you. Okay. 2024-cü il dünya üzrə münaqişə və müharibələrin sayına görə son 10 illiklərin ən təhlükəli illərindən biri kimi tarixə düşüb. Ötən il azı bir dövlətin iştirak etdiyi 61 silahlı münaqişə qeydə alınıb. Bu statistika isə ümumilikdə 36 ölkəni əhatə edir. Bu rəqəm 2-ci Dünya müharibəsinin sonundan bu yana ən yüksək göstəricidir. Bu illərdə ən ağır iki müharibə Rusiya-Ukrayna və İsrail-Həmas münaqişələri 76 min və analoji olaraq 26 min nəfərin həyatına son qoyub. Azərbaycan əhalinin sayı ilin əvvəlindən 11.338 nəfər və ya 0,1% artaraq 2025-ci il may ayının bir vəziyyətinə 10.236.227 nəfərə çatıb. Novxanda gecə səs-küy yaradan iaşə obyektləri cərmələnib. Abşeron rayon polis idarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanı qəsəbəsinə yerləşən bir neçə ictimai iaşə obyektində yaranan məişət səs-küyünə qarşı profilaktik tədbir keçirib. Nəticədə bir neçə obyektin gecə yarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksək səsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. İnsafsızlar
ağacın dibini yandırırlar. Əlbəttə ki, məqsədləri də sonradan ağacı kəsib yerində tikinti işləri aparmaqdır. Qəşəng tut ağacı da kölgə verir yaxşı. Bunu kimsə gətirib burada yandırır. Dünən də yandırmışdılar. İndi söndürəcəm mən bunu su ilə. Xahiş elədim dükandan gətirsinlər. Yandırırlar bunu. Elə növbəti xəbərdə də bu sözü işlətmək olar. İnsafsızlar. Adam nə qədər insafsız, məsuliyyətsiz ola ki, toyda qonaqların qarşısına antisanitar vəziyyətdə qida qoysun. Bakı sakini toylardan birində göyərtiyə yapışmış İlbizin görüntüsünü paylaşıb. Buna basın Allah, çaşıb yiyəcək, ne burada? Adamın insafı olar, Mədəniyyət nemətdir. İndi sizə nümunəvi bir şəxsi təqdim edirik. Yediyi günə baxan tumlarına havanın yağmurlu olmasına baxmayaraq, zibil qabının önündə dayanaraq ora atan şəxsi kənardan görüntüləyiblər. Sosial mediada paylaşıblar. Daha bir mədəni addım. Motosiklet sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb yolda tələf olmuş quşun cəsədini götürüb yol kənarına qoyur. Halaldır sana. Ölüb qalıb burada keçsinlər də hər dəfə. Halal olsun, ey qardaşa. Saxlayıb basiyyəti, o kuş ölmüşdü, onu götürüb atdı qırağa. Az qala hər gün olduğu kimi bu gün də sizə məsuliyyətsiz piyadalar haqqında video təqdim edirik. Ay xanım, piyadadan geç. Keç də qardaş, durub yolun ortasındayım. Azərbaycan-Gürcüstan sərhədi yaxınlığındakı yüksəkliklərə dolu yağıb. Dünyanın ən gözəl himni olan Azərbaycan himni son illər bütün şad günlərimizin açılış sədasıdır. Qürur mənbəyimizdir himnimiz. Səhər saat 9-da iş başlayarkən astan xidmətdə səslənən himn zamanı həm işçilərin, həm də müraciətə gələn şəxslərin onu qürurla dinləməsini videosunu paylaşıblar. Kərəm Ələsgərov adlı 283 nömrəli məktəbdə direktorla məktəbin evdə təhsil alan məzununun son zəngdəki gözəl rəqsini bizimlə paylaşıb. Şəkinin Baş Layıqı kənd məktəbində son zəng kadrları sosial şəbəkələrdən maraqla izlənilib. Təmirsiz məktəbdə məzunların həvəslə sinif otaqlarını gözəlləşdirməsi təqdirə layiq addım kimi alqış qazanıb. İlk dərsə gedən günü ağlamışam, anam gedib gözüm ardınca baxıb. Gülürəm indi mən öz saflığıma, elə bilmişəm məni tək buraxıb. O son zəng çaldı, bizi bizdən ayırıb aldı. Sizə sizdən danışırıq, sizə sizi göstəririk. Odur ki, ekranımızda qeyd olunan nömrələrə sizi maraqlandıran və narahat edən məsələləri çəkin, göndərin. Biz də sizə sizi göstərək. Xəbər ziyafətimiz yekunlaşdı. Günün trendini hər gün izləməyi unutmayın. Sabah yenidən eyni vaxtda Space-də görüşərik. Vədimizə sadiq olaq.